Salam əziz şagirdlər, mən Sara müəllim. Bugün sizlərə biologiya 20 sınaq topusundan sınaq 2-ni izah edəcəm. Birinci sual, xanı balığının həm quyruq, həm də gövdə fəqərələrində vardır. Gəlin biz xanı balığının bir dənə quyruq fəqərəsini çəkək, bir dənə də gövdə fəqərəsini çəkək. Tam oxşamasa da. Bir də deyir fəqərə cismi. Baxın, fəqərə cismi bu ortada qeyd olunan yumru hissələrdir. Bəli, bu fəqərə cismidir. Hər ikisində var. Aşağı çıxıntı deyəndə bu hissəni nəzərdə tutur. Ümumiyyətlə baxın, bunlar çıxıntılardır. Bu olan yuxarı çıxıntıdır. Aşağı çıxıntı baxın yalnız quyruq fəqərəsində var. Yuxarı çıxıntı hər ikisində var. Yuxarı qövs də hər ikisində var. Bunlar qövsdür. Aşağı qövs yalnız quyruqdadır, yan çıxıntılarda yalnız gövdə fəqərəsində olacaq. Olacaq cavabım 1, 3 və 4. Müasir sürünənlərin bütün nümayəndələri üçün xarakterikdir. Döş qəfəsi, məsələn, ilanlarda döş qəfəsi yoxdur. 3 kameralı ürək, məsələn, timsahda ürək 4 kameralıdır. Bədənə yanlardan bitişmiş ətraflar. Məsələn, ilanlarda ətraf olmur, koramalda ətraf yoxdur, kərtənkələ olmasına baxmayaraq. Dişlərə malik çənələr, məsələn, tısbağalarda diş olmur. Rüşey mərhələsində xordan olması, bəli, bu nəinki bütün sürünənlər, hətta suda qurda yaşayanlar, quşlar, məmələr, ümumiyyətlə bu tipin əlamətidir, xordalar tipinin əsas səciyyəvi əlamətidir ki, rüşey mərhələsində xordanın olması. Balıqların tənəffüs, qan dövranı, həzm proseslərini idarə edən mərkəz uzunsov beyində yerləşir. Uzunsov beyi də baxın bu 4 rəqəmindən göstərilmiş olan hissədir. Neştərçi nərə balığından fərqli olaraq xordaya malikdir. Xeyr, biz dedik tipin əlamətidir. Balıqlarda da xorda var. Qəlsəmələr vasitəsilə tənəffüs edir. Bəli, həm neştərçi, həm də nərə balığı qəlsəmə ilə tənəffüs edir. Fərq deyil burada. Tək üzgəçlərə malikdir. Neştərçidə tək üzgəçlər, yalnız tək üzgəç var. Bizə desəydik ki, yalnız tək üzgəçlərə malikdir, onda C variantını doğru götürərdim. Amma mənə ümumiyyətlə verib ki, tək üzgəcə malikdir. Nərə balığında da tək üzgəc var. Sadəcə nərə balığında neştərçidən fərqli olaraq cüt üzgəçlərə də sahibdir. Amma neştərçidə nərə balığından fərqli olaraq cüt üzgəçlər yoxdur. Yalnız tək üzgəc var. Amma belə tək üzgəc hər ikisinə aiddir. Xüsusi hiss orqanına malik deyil. Bəli, bu fikir doğru olacaq. Sürfə mərhələsinə malik deyil. Neştərçilərin sürfəsi var. Ağciyər tənəffüsünə rast gəlinmir. Balıqlarda rast gəlinir. 2 cür tənəffüslü balıqlarda ağciyər tənəffüsü var. Eyni zamanda xarici qəlsəmələr var. Amfibilər ağciyər və dəri, sürünənlər, quşlar ağciyər, başı xordalılar. Biz bunların neştərçilərini götürə bilərik ki, ağciyər tənəffüsü yoxdur. Mənə verib protey, triton, buqalamun, təlxə, uzunburun, hatteriya, şəmais. Bu sırada neçə dəstənin nümayəndələri göstərir. Protey və triton quyruqlular dəstəsinə aiddir. Buqalamun və təlxə ilandır. Bunlar pulcuqlular dəstəsinə aiddir, sürünənlərin. Uzunburun nərə kimlərə aiddir? Hatteriya da sürünənlərin dimdik başlılar dəstəsinə aiddir. Qədim sürünənlərə aid edirik. Şəmai də çəki kimlərə aiddir? Neçə dənə? Biz burada 1, 2, 3, 4, 5 dənə dəstənin nümayəndələrini görmüş olduq. Qaba yenlə qidalanan əksər məməli heyvanlarda ağzı dişlərin səthi hamar yox, qırışlı olur. Bağırsaq bəli uzun olur, qısa olan variant getdi. Ağzı dişlərin səthi bəli qırışlı olur. Diş ixtisaslaşmamış fikri də yanlışdır. Cavabım olacaq 2 və 4. Göstərilən orqanizmləri birləşdirən ən əsas sistematik kateqoriya bir çox şagird səhvən bunu balıqlar sinfi olaraq götürür, sinfi qeyd edir. Amma biz bilirik ki, balıqlar özü sinif üstüdür və 2 sinifə bölünür. Qığırdaqlı balıqlar sinfi, bu da olur sümüklü balıqlar. Baxın, yuxarıda sümüklü balıqlar sinfinin nümayəndəsi verilib, aşağıda da akula verilib. Akula da qığırdaqlı balıqlara aiddir. Bunlar eyni fərqli siniflərdir. Fərqli siniflər olduğuna görə mən indi bunları bir pillə yuxarı sistematik kateqoriyaya aid edəcəm. O da olacaq tip. Balığın daxili qəlsəmələrində əsas qazların maddəsi baş verir. Qəlsəmə yarpaqlarında. Kisəşəkilli zəif inkişaf etmiş ağciyərlər və dəri tənəffüsü edən onurğalı heyvan üçün xarakterik deyil.
Burada söhbət suda quruda yaşayanlardan gedir. Daha dəqiq desək tritondan söhbət gedir. Dolayı postembrional inkişaf, bəli, bunlarda dolayı inkişaf var, sürfə mərhələsi olur. 3 cüt göz qapağı var. Ziqotun tam və bərabər bölünməsi. Ziqot biz demişdik ki, suda quruda yaşayanlarda, qurbağada, məsələn, tritonda qeyri-bərabər bölünür, tam bərabər bölünmür. Ona görə C variantı yanlış olacaq. Mayalanma su mühitində gedir və soyuqqanlı heyvanlardır. Daha doğrusu triton həmin sinfə aiddir, soyuqqanlıdır. Çin qurşağında olan sümüklərin sayını verib, göyərçində 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü var. Deməli, A oldu 6. Ev itində də 2 dənə kürək sümüyü var. A plus B cəmi bərabərdir. Qurbağanın arxa ətrafında olan barmaqlar, qurbağanın arxa ətrafında 10 dənə barmaq var. A plus B cəmini biz 6 ilə 2-ni toplasaq 8 eləyir. Baxaq görək variantlarda 8 olan cavab hansıdır? Əksər quşların caynaqlı barmaqlarının sayına. Bəli, quşlardan caynaqlı barmaqlar 8 dənədir. Hər ətrafda 4 dənə olmaqla. Sonra C-də deyir, zolaqlı kərtənkələnin ön ətrafında olan barmaqlar 10 dənədir. Zürafənin boyun fəqərəsi 7 dənədir. Qurbağanın da onurğasında cəmi 9 fəqərə olacaq. Quşun çinədanı barəsində doğru olmayan ifadəni müəyyən edin. Çinadan qida borusunun genişlənmiş hissəsidir. Doğrudur. Çinadanda qida şirələrin təsirindən yumşalır. Bəli. Qida çinadandan bilavasitə mədənin əzələli yox, vəzili şöbəsinə ötürülür. Bu fikir yanlış olacaq. Bədən boyun hissəsinə yerləşir. Bəli, əksər quşlar üçün də xarakterikdir. Qurbağada sidik bədəndən bilavasitə xaric olunur. Bilavasitə kloakadan xaric olunur. Kloaka dəriyindən. Çünki onlarda kloaka var. Yəni kloakaya gedir, daha sonra oradan xaric olunur. Göl qurbağalarından fərqli olaraq quru qurbağalarında ağciyər yaxşı inkişaf etmişdir. Bəli. Kərtənkələdə yumurta hüceyrə hansı orqanda mayalanır? Bilirik ki, kərtənkələ sürünənlərə aiddir. Kərtənkələdə daxili mayalanma baş verir. 5 yumurtalıqdır, 4 də yumurta borusudur. Yəni 4 rəqəminə göstərilmiş hissədə. Ördək burun su quşlarına aid deyil, məməli heyvandır. Yarımsu həyat tərzi keçirən məməlidir, bəli. Qaz kimlər dəstəsinin nümayəndəsidir? Qoquşu. Qaraman əcdadı tur olacaq, vəhşi tur. Eylerved diaqramına uyğun bəndləri müəyyən edin. Birdə verib ki, ifrazat sistemi bir cüt börək, bir cüt sidik axarı və sidik hissəsindən ibarətdir. Bu fikir hər ikisinə aid olacaq. Heç vaxtı su içmirlər. Şirin su balıqları heç vaxtı su içmirlər. Lakin çoxlu miqdarda sidik ifraz edirlər. Az miqdarda sidik ifraz edir. Bu duzlu su balıqlarına aiddir. Çoxlu miqdarda sidik ifraz edir. Şirin su balıqlarına aiddir. Daima su içir. Nəticədə çoxlu duz qəbul edirlər. Duzlu su balıqları daima su içirlər. Daxili maye mühitinin sabit qalmasında ifrazat mühüm rol oynayır. Bəli, hər ikisində ifrazat mühüm rol oynayacaq. Olacaq cavabım A variantı. Təkamül prosesində ilk dəfə rüşeym halında beyin qabığa əmələ gəlmiş sinfin nümayəndələri üçün xarakterikdir. Burada söhbət sürünənlərdən gedir. 2 qat tənəffüs yox, bu quşlara aiddir. Dolayı inkişaf yoxdur sürünənlərdə. Qırışlı beyincik olmayacaq. Olur daxili mayalanma. 4 sümüyün çiyin qurşağına aid olması fikri də qurbağaya aid olacaq. Şəkildə göstərilən quruluşda ürəyə malik heyvanlar üçün xarakterik deyil. Mən baxıram ki, burada ürəyin deməli sol mədəciyindən sağ aorta qövsü çıxıb. Burada söhbət burada quşun ürəyi qeyd olunub. Pəncə lüləsi quşa aiddir, düzünə inkişafda. Bəli. Sol yumurtalıqdır. Bəli, quşlarda sağ yumurtalıqlı reduksiyaya uğramışdır. 3 cüt göz qapağına malikdir. 4 kameralı mədə yox, ürək var. 4 kameralı mədə məməlilər sinifində rast gəlmişdik. Postembrional inkişafda qazların mübadiləsi gedən orqanların daha çox müxtəlifliyinə rast gəlinir. Biz burada tənəffüs prosesində iştirak edən orqanların sayına baxmalıyıq. Çünki qazların mübadiləsi tənəffüs orqanlarında gedir. Biz burada qurbağanı götürəcək. Nəyə görə? Çünki qurbağada həm qəlsəmələr olur,
sürfə mərhələsində, daha sonra ağciyər və dəri. Heyvanların çiyin qurşağını əmələ gətirən sümüklərin sayı ilə arteriya damarlarında axan qan növlərinin sayı cəminin artması ardıcıllığını müəyyən edin. Qurbağada çiyin qurşağını əmələ gətirir 2 kürək, 2 körpücük, 2 qarğa, bir dənə də döş sümüyü. Bu olur 7 dənə. Arteriya damarında da arterial, venoz və qarışıq olmaqla 3 növ qan dövr edir. Olacaq 10. Burada quşu göstərir. Quşun çiyin qurşağını 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü aiddir. 6 sümük üzərinə gəlirəm. Arteriya damarında arterial və venoz qan olur. 8 elədi cəmi. İtdə isə çiyin qurşağında yalnızca 2 sümük var. Körpücük sümüyü və arteriya damarında həm arterial, həm də venoz qan axır. Bu da edəcək 4. Artması ardıcıllığından dediyinə görə 3, 2, sonra 1. Qapalı sualdır, belə yazırıq. 3, 2 və 1. Müasir məməlilərin yalnız bir növü üçün xarakterikdir. Məsəl üçün, birdə diafraqmanın tənəffüs prosesində iştirak etməsi ümumiyyətlə məməlilərə aid olan bir xüsusiyyətdir, yəni növün əlaməti deyil. Dölün ana bətnində inkişaf etməsi, bu da ümumi sinfin əlamətidir. Onurğa nesvari əyri, bəli, bu yalnızca insana aid olan xüsusiyyətdir. Kəllənin beyin şöbəsinin üst şöbəsindən böyük olması da insana aid xüsusiyyətdir. Şərti reflekslər digər canlılarda da olacaq, yəni yalnız bir növə aid olmayacaq. Mücərrəd təfəkkürə malik olmaq da yalnız insana aid xüsusiyyətdir. Olacaq 3, 4 və 6. Xanı balığında qan növlərinin sayı. Arteriya damarında 2 növ qan axır. Qəlsəmə gətirici və qəlsəmə çıxarıcı damar var. Arteriya damarıdır. Qəlsəmə gətiricidə venoz, qəlsəmə çıxarıcıda arterial qan olacaq. Vena damarlarında yalnız bir növ qan axır, venoz qan. Ürək boşluğuna da yalnızca balıqlarda venoz qan gəlir. Ürəyində yalnız venoz qan olur. Cəmi də olacaq 4. Heyvan verib, baxın, burada məməli heyvan verib. Biz bilirik ki, məməli heyvanlar havanın oksigeninin 80-90%-dən, daha doğrusu bu quşlara aid idi, 20-25%-dən istifadə edirlər. İndi məndən soruşdu, verib ki, havanın həcmi 2000-dir. Havada oksigen qazının həcm payı 21%-dir. Gəlin 2000-i 21%-ni tapaq. Vururam 21-ə, bölürəm 100-ə. Bu da eləyəcək 420. İndi mən bu havada olan oksigenin, bu 420 milli oksigenin həcmini tapmalıyam. İndi baxaq, biz burada ya 20% götürməliyik, ya 25%. Havada istifadə etdiyim oksigen qazının minimum həcmi dediyinə görə 20%-ni tapıram. 20-yə vurub 100-ə bölürəm. O da edəcək 84. Əgər maksimum desəydi, aldığım 2000-in 21%-ni tapıb, yəni 420-nin 25%-ni tapacaqdım. Uyğunluğu müəyyən edin. İnkişafı düzünə olan bir canlıdır. Biz burada nəyə baxaq? Gəlin 1-ə baxaq. Baxın, oxla 1-ə həm sidik hissəsi vardır, həm də bu tərəfdən ox gəlib. Yəni, sidik hissəsi də var. Sidik axarlarda kloakaya açılan canlı. Baxaq, görək. Burada olacaq kərtənkələ. 1-ə aid olur D. Daha sonra 2-yə baxıram. Həm sidik hissəsi var, həm də 4 kameralı ürəyi var. Baxaq variantlara. Qurbağadan olmayacaq. Ümumiyyətlə, biz buradan qurbağanı çıxarda bilərik. Çünki bizə baxın, bu ortaq olaraq düzünə inkişaf verib. Qurbağada inkişaf dolayı yollandı. Bu da olacaq, deməli, antilop ola bilər. Bir də ola bilər sümbülqıran. Bu arada burada da yerləşdirdim. Antilop və sümbülqıran məmələr sinifinə aiddir. Sonra sidik axarları kloakaya açılır. Ürək 4 kameradır. Burada quşlardan söhbət gedir. Bu da qutan olacaq. 3-ə də olur B. Oldu cavabım 1-ə C-yi, daha doğrusu 1-ə D, 1D, 2C-yi, 3-ə də B.
İndi isə keçirik situasiya suallarına. Situasiyada belə verib, müəllim elektron lövhədə aşağıdakı şəkli nümayiş edir və qeyd edir ki, bu orqanizmin dayaq hərəkət kütləsinin aparatının kütləsi 150 qramdır. Uçuş zamanı qanadları endirən əzələnin kütləsi, qanadları endirən əzələlər döş əzələsidir. Bədəndə olan digər əzələlərin ümumi kütləsinə bərabərdir. Bu nə deməkdir? Məsəl üçün tutaq ki, döş əzələsi x qramdırsa, digər əzələlər də olacaq x qram. Amma ümumilikdə əzələlərin kütləsi olacaq 2x qram. Baxaq bizdən nə soruşur? 28-ci sualda deyir ki, ətrafların sərbəst hissəsinə aid olan sümüklərin hər birinin adı. Biz burada deməli baxın 4 nömrə ilə. 4 nömrə ilə görürük bazı sümüyünü. 6 dirsək sümüyüdür. 5 mil sümüyüdür. Bir də aşağı ətrafa baxırıq. Aşağı ətrafda 9-u görürəm ki, baxın, bu hissə but sümüyüdür. 8 ilə göstərilən hissə isə baldır sümüyüdür. Sonra burada da nömrələrini yazıb qarşısına adını yazırsınız. Bu orqanizmdə qanadları endirən əzələlərin, yəni döş əzələlərinin altında yerləşən əzələlər adlanır körpücük altı əzələlər. Körpücük altı. Bu əzələlərin funksiyası nədir? Bu əzələ isə qanadları qaldırır. Döş əzələsi endirir, körpücük altı əzələ isə qaldırır. 30-cu suala baxırıq. Şəkildə göstərilən orqanlar sisteminin kütləsini hesablayın. Şəkildə bizə sümük sistemini verib. İndi mən sümük sistemini hesablayanda deyir, əgər kütlə, yəni həmin o sümük sisteminin kütləsi qanadları endirən əzələnin kütləsinin 2 dəfə az olarsa, qanadları endirən əzələ döş əzələsidir. 2 dəfə azdır. Sümük əzələsinin kütləsini mən, daha doğrusu sümük sisteminin kütləsini mən x götürsəm, qanadları endirən əzələ əgər bu sümük qanadları endirən əzələdən 2 dəfə azdırsa, deməli qanadları endirən əzələ sümükdən 2 dəfə çox olmuş olacaq. Qanadları endirən əzələ də döş əzələsi idi. Döş əzələsi o zaman olur 2x. Mənə də burada nəyi verib? Mənə verib ki, ümumi kütlə dayaq hərəkət aparatının, yəni dayaq hərəkət aparatına həm sümük, həm də əzələlər aiddir. Bir yerdə kütləsi 150 qramdır. Mən indi sümük və döş əzələsini tapmışam. Mən ümumi əzələni tapmalıyam ki, sümük əzələsindən toplayım 150 qrama bərabər edim. Mən də bilirəm ki, döş əzələsi digər əzələlərin kütləsinə bərabərdir. Və ümumi əzələlərin kütləsini tapmaq üçün də, baxın, döş əzələm 2x-dırsa, digər əzələlərim də 2x-dır. Ümumi əzələlərim olacaq döş əzələsindən digər əzələlərin kütlələri cəmi. Elədi bu 4x. Mən nə edirəm? Ümumi əzələrin kütləsinin üzərinə sümük sisteminin kütləsini gəlirəm, bərabər edirəm şərtdə mənə verilənədə də 150-yə. Buradan da x bərabərdir 30 qram. Məndən nəyi soruşur? Orqanlar sistemi, yəni sümüyün kütləsini soruşurdu. Sümüyüm də x olduğuna görə elə x da 30-dur. Cavabım olacaq 30 qram.